Zülallar hüceyrənin quruluş və funksional komponentidir. Zülallar hüceyrənin bütün quruluş elementlərinin əsas komponentini təşkil edir. Digər tərəfdən fermentlər də zülal təbiətli olduqlarından onlar hüceyrənin təkcə quruluş yox, həm də funksional elementi kimi də mühüm rol oynayır. Zülallar makromolekullar olub, molekul çəkləri 10.000-dən bir neçə milyona qədər dəyişə bilir. Zülal molekulları amin turşularından təşkil olunur. Bitkilərdə 100-dən artıq müxtəlif amin turşularının aşkar edilməsinə baxmayaraq, onlardan ancaq 20-si, yəni bütün canlılarda zülal molekullarının qurulmasında iştirak edir. Bunlara adətən proteinogen amin turşuları adlandırırlar. Zülallarda rast gəlinən amin turşularının əksəriyyəti alfa amin turşularıdır ki, onların da quruluşu aşağıdakı ümumi düsturla göstərilə bilər. Amin turşuları tərkiblərindəki R qalığına görə bir-birindən fərqlənir. Bu qalıq hidrogen atomundan, yəni glisin, alifatik və aromatik karbon hidrogenlərdən, yəni alanin, valin, leysin, izoleysin, prolin, fenilalanin, polyar qruplardan, yəni serin, teronin, tirozin, sistein, metionin, asparagin, glutamin, triptofan, karboksil qrupundan, yəni aspargin turşusu, arginin, histidin ibarət ola bilər. Lakin prolində alfa amin qrupu alfa imin qrupu ilə əvəz olunmuşdur ki, bunun da zülalların ikinci və üçüncü quruluşlarında əhəmiyyəti vardır. Zülalların ancaq az bir hissəsində oksiprolin olur. Bir amin turşusundakı karboksil qrupu digər amin turşusundakı amin qrupu ilə qarşılıqlı təsirdə olduqda su molekulu ayrılmaqla bu amin turşuları arasında amid və ya adətən deyildiyi kimi peptid rabitəsi yaranır. Bu yolla əmələ gələn dipeptidlərdə 2-yə, tripeptidlərdə 3-ə, oligopeptidlərdə 10-a, polipeptidlərdə 100-ə qədər, zülallarda isə 100-dən çox amin turşusu qalığı olur. Peptid rabitəsinin əmələ gəlməsində alfa karboksil və alfa amino qrupu iştirak edir. Astbury 1930-cu ildə bir sıra fibrilyar zülalların və nuklein turşularının quruluşunu tədqiq edərək göstərdi ki, zülallar üçün təxminən 2 tip konfigurasiya mövcuddur. O, bunları alfa və beta konfigurasiya adlandırmışdır. Müəyyən edilmişdir ki, alfa konfigurasiya quruluş baxımından beta konfigurasiyaya nisbətən daha yığcamdır. Bu konfigurasiya tipləri aşağıdakı kimi göstərilə bilər. Hüceyrədə müxtəlif funksiyaların həyata keçirilməsində mürəkkəb zülallar və proteidlər çox böyük rol oynayır. Qeyri-zülal komponentlərinin prostetik qruplarının xarakterikindən asılı olaraq mürəkkəb zülalları bir neçə yarım qrupa bölürlər. Ən mühüm və maraqlı mürəkkəb zülallardan biri də nukleoproteidlərdir. Nukleoproteidlər protamin və histon adlanan zülaldan və yüksək molekullu prostetik qrupdan, nuklein turşusundan ibarətdir. Nukleoproteidlər canlı orqanizmin bütün hüceyrələrinin tərkibinə daxil olur və bu birləşmələr hüceyrədə, yəni nüvədə xromosomların mühüm tərkib hissəsini təşkil edir. Bu tipli birləşmələrə bir sıra yoluxucu xəstələrin törədiciləri olan viruslar da aid edilə bilər. Mürəkkəb zülalların digər qrupunu fosforproteidlər əmələ gətirir. Fosfoproteidlərdə zülal amin turşularının hidroksil qrupları vasitəsilə fosfor və ya pirofosfor turşusu ilə birləşir. Mürəkkəb zülalların xromoproteidlər adlanan yarım qrupunda prostetik qrup həm adlı rəngli maddədən ibarətdir, həm tərkibində metal olan porfirin sıralı birləşmədir. Lipotiroidlər qrupuna duzlara münasibətinə, denaturatlaşma qabiliyyətinə və həll olmasına görə zülallara yaxın olan zülal və lipoid kompleksi aid edilir. Hazırda 30-a yaxın lipoproteid növü məlumdur. Lipoproteid kompleksi kolloid hissəciyidir. Bu hissəciyin quruluşu kiçik molekullu lipid təbəqəsinin böyük molekullu zülal təbəqəsinin üzərində yerləşməsindən ibarətdir. Bu cür lipoproteid subvahidinin quruluşunu saxlamaq üçün bir qədər su lazımdır. Bu su protoplazmada olan və birləşmiş su adlanan suyun əksəriyyət hissəsini təşkil edir. Adi xətti polimerlərdən fərqli olaraq bir sıra biopolimerlər, xüsusilə zülallar öz quruluşlarının mürəkkəbliyi və onlardakı molekulyar qüvvələrin
müxtəlif təsiri sayəsində ardıcıl olaraq bir neçə quruluş tipi əmələ gətirir. Birinci quruluş tipi polipeptid zənciri əsas valentik zənciridir. Bu zəncir boyu kovalent və ya kimyəvi rabitələr təsir göstərə bilir. Polipeptid zəncirin halqaları arasında hidrogen rabitəsi əmələ gəlir. Bu zaman polipeptid zənciri elə yerləşməyə çalışır ki, halqalar arasında mümkün qədər çox hidrogen rabitələr yaransın. Beləliklə, polipeptid zəncirinin makromolekulunun spiralvari quruluşu adətən zülalların ikinci quruluşu adlanır. Üçüncü quruluş, polipeptid zəncirinin spiralvari nizamsız sahələrinin yığcam hissəciklərdə, yəni fibrilyar və globulyar zülallar yerləşməsindən ibarətdir. Bu cür quruluş, zəncirin yan amin turşuları radikallarının Van der Waals qarşılıqlı təsirləri, həmçinin də kimyəvi körpücüklərlə, məsələn, disulfid dikişləri ilə müəyyənləşdirilir. Son zamanlar zülalların xüsusi quruluş tipi, dördüncü quruluşu öyrənilir. Bu quruluş zülal qlobunun səthində yerləşən funksional qruplar arasındakı mövcud qüvvələr nəticəsində yaranır. Zülallarda dördüncü quruluş, məsələn, müxtəlif yüklü qruplar arasındakı Coulomb elektrostatik qarşılıqlı təsiri ilə əlaqədar ola bilər. Yaxın vaxtlaradək makromolekulların quruluşu barəsində mütəxəssislər belə fikirdə idilər ki, zülallar ola bilsin ki, həm də lipidlər bir-biri ilə əsasən hidrogen rabitələri ilə birləşirlər. Zülallarda hidrogen rabitələri atomlar arası məsafə 2A dərəcədən çox olmadıqda, karbonil qrupunun oksigen atomu ilə amil qrupunun hidrogen atomu arasında yaranır. Belə məsafə polipeptid zənciri qonşu zəncirin üzərində olduqda və ya zəncir öz-özünə qatlandıqda meydana çıxır. Güman olunur ki, zülallarla lipidlərin komplekslərində hidrogen əlaqəsi yarada bilən və polyarlığı olan qruplar elə səmtlənir ki, onu hər tərəfdən sulu məhlul əhatə etmiş olsun. Genford 1961-ci tərəfində müəyyən edilmişdir ki, su çox olduqda zülal molekullarında hidrogen rabitələri dərhal qırılır və onlar su molekulları ilə yaranan hidrogen rabitələri ilə əvəz olunur. Zülalların quruluşunun sabitliyi üçün yalnız molekul daxilində və sulu mühit üçün əlçatmaz sayılan sahələrdəki hidrogen rabitələri müəyyən əhəmiyyət kəsb edir. Hazırda tədqiqatçıların əksəriyyəti bu fikirdədirlər ki, zülal lipid kompleksinin malik olduğu möhkəm sabitlik daha çox cazibə və qüvvələri ilə əlaqədardır. Belə qüvvələr təxminən 10A dərəcə məsafələrdə özünü göstərir. Bu qüvvələrə birinci elektrostatik, ikinci polarizasiya və induksiya, üçüncü London Van der Waals qüvvələri aid edilir. Elektrostatik qüvvələr ionlaşmış molekulların əks yüklənmiş hissəcikləri arasında yaranan cazibə ilə əlaqədardır. Həm lipidlər, həm də zülalların amin turşularından ibarət yan zəncirləri ionlaşmış qruplarla zəngindir. Məsələn, zülalların tərkibinə daxil olan glutamin və asparagin turşularının sərbəst karboksil qrupları, lizin və fosfatidiletolaminin amin qrupu bütün fosfolipidlərin fosfat qruplarını göstərmək olar. Bu cür ionlaşmış qruplar arasında ən yaxın məsafə təxminən 5A-ya çatır və əks yüklənmiş hissəciklər arasındakı rabitə enerjisi 4-5 kalori moldur. Məlumdur ki, molekulda yalnız kovalent rabitə yaradan elektronlar digər rabitələrdəki elektronlara nisbətən daha mütəhərrikdir. Elektronların bu cür mütəhərrikliyi və ya polyarlığı rabitənin yaranmasında iştirak edən atomların təbiətindən, həmçinin də ətrafdakı atomların təsirindən asılıdır. Sterinlərin hidrogen qrupları və bəzi zülalların amin turşulu yan zənciri və s. asanlıqla polyarizə olunurlar. İonlaşmış və ya güclü polyar qrupların yaxınlaşması zamanı belə molekullarda elektronların yerdəyişmə induksiyası oluna bilər. Bunun sayəsində əks yüklər arasında cazibə qüvvəsi meydana çıxır və bunun enerjisi CH2 qrupu üçün təxminən 0,10-2 kilokalori hər molçuna çatır. London Van der Waals qüvvələri molekuldakı yüklərin sıxlığının ani və normal fluktuasiyasına dəyişilməsinə əsaslanır. Belə fluktuasiyalar hesabına əmələ gələn elektrik dipol momenti qonşu molekullarda olan polyar olmasalar da belə elektrik momenti yaradır. London Van der Waals qüvvələri polyarizasiya qüvvələri kimi cazibə qüvvəsidir və hər birindən
5A Celsius məsafədə yerləşən CH2 qrupları arasında 0,1 kilokalori per mol enerji rabitələrinin yaranmasına səbəb olur. London van der Waals qüvvələri zülalların hidrofob sahələri ilə lipoproteinlər arasında su molekulları vasitəsilə gücləndirilir.